Uşaqlar dünyası təqdim edir. Məstanə Sadəqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Dana, Keçi və Qoyunu siz gözəl balalarıma oxuyacağam. Biri var idi, biri yox idi. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yol ilə gedirdilər. Gəldilər, çıxdılar bir arxın qırağına. Gördülər ki, orada bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söyüdün lap başında durdu. Qoyun da gücü ilə çıxdı, bir budaqda durdu. Dana da ayrı budağın üstündə özünü sərdi. Bu zaman bir canavar gəldi. Başını qaldırdı və gördü ki, bir keçi, bir qoyun, bir də dana ağaca çıxırlar. Canavar baxanda dana qorxusundan özünü ağacda saxlaya bilmədi. Tappıltı ilə düşdü yerə. Canavar istədi dananı parçalayıb yesin. Bu anda keçi ağacdan çığırdı. Dana qardaş, bərk tut canavarı, gəlirəm. Canavar qorxudan qaçıb getdi. Canavar qaçandan sonra keçi də, qoyun da düşdülər ağacdan yerə. Üçü də yavaş-yavaş gəlib çıxdılar bir dəyirmanın yanına. Bu keçinin də bir çomağı, bir də palazı var idi. Çomağı suyukədi qapının arxasına, palazı da saldı altına. Yığıldılar, orada oturdular, biraz söhbət elədilər. Bir də gördülər ki, qapı açıldı, bir aslan girdi içəriyə. Dalıca da bir canavar gəldi. Bir xeyli vaxt keçəndən sonra qapı yenə açıldı. İçəri bir tülkü girdi. Biraz oturdular, qoyun keçi dananı görən kimi aslan dedi: "Canavar qardaş, bunları böl." Canavar dedi: "Dana səhər çağı, qoyun gün ortamızın, keçi də axşam yeməyimizin olsun." Aslan o dəqiqə canavarın başından bir yağlı qappaz ilişdirdi. Dedi: "Tülkü baba, canavar qardaş bölə bilmədi, sən böl." Tülkü baba dedi: "Elə bunlar artıq bölünüblər da. Daha mən niyə bölüm? Qoyun səhər, keçi gün orta, dana da axşam yeməyimizin olsun." Aslan dedi: "Ay sağ ol. Bunu hardan öyrənmisən?" Tülkü baba dedi: "O de, o qapaz ilişdiyimiz qardaşdan." Aslan dedi: "Tülkü baba, bir çıx çölə, bax gör orada adam yoxdur ki, mən dananı yeyim." Tülkü qapıdan çölə çıxanda gördü ki, qapının ağzında bir əli çomaqlı adam durub. Qorxusundan vay deyib götürüldü. Bunu eşitsək canavar da qaçıb getdi. Aslan da çomaqlı adamı görüb qaçdı. Dana, keçi və qoyun da biraz oturdular, sonra durdular. Keçi ağacı götürdü, palazını da götürdü. Üçü də yola düşdülər. Getdilər, çıxdılar bir dağın döşünə. Burada bir çoban bir sürü qoyun otarırdı. Çoban bir də gördü ki, bir keçi, bir qoyun, bir də dana onun tərəfinə gəlir. Çoban sevinə-sevinə bunları yığıb sürüsünə apardı. Sonra əllərini göyə uzaldıb dedi: "Allahım, buna da şükür." Əziz balalar, yadda saxlayın. Həyatda nə baş verərsə versin, şükürlü olmaq və hər zaman ədalətli rəftar etmək lazımdır. Mənim gözəl balalarım, siz də sevdiyiniz ən gözəl kitablardan, nağıllardan, oyunlardan və şeirlərdən video çəkin və bizə göndərin. Ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.